Kasıb niyə dikbaşlıq edir? Kasıb niyə yox deyir? Niyə hər təklifə düşmən hücumu kimi baxır? Çünki onun əlində sənə satacağı tək şey qalıb, qüruru. Və o qürurunu ucuz satmaq istəmir. Machiavelli deyirdi ki, insanlar ya sevilmək, ya da qorxulmaq istəyir. Hər ikisini saxlamaq çətindir. Seçmək lazım gəlsə, qorxulmaq daha təhlükəsizdir. Varlı səni pulla idarə edir, güclü statusla. Bəs kasıb nə edə bilər? Heç nəyi yoxdursa, yalnız bir şey idarə edir, öz yoxunu. Dikbaşlıq kasıbın son silahıdır. Çünki hə desə, uduzub. Yox desə, hələ də döyüşdədir. Alfred Adler deyirdi, bütün insan davranışının kökündə aşağılıq hissi dayanır. İnsan özünü kiçik hiss edəndə, böyüklüyünü sübut etmək üçün hər şey edir. Kasıb hər səhər güzgüyə baxanda nə görür? Bank hesabında 0, statusda 0, sözündə ağırlıq yox. Bu boşluğu doldurmaq üçünsə yalnız bir yol qalır. Heç kimə əyilməmək, baş əymərəm demək, əslində mən də varam deməkdir. Bu sadəcə dikbaşlıq deyil, bu sağ qalma instinktidir. Varlı əyilə bilər, çünki itirəcəyi çox şey var. Kasıb əyilsə, heç nəyə qalmır. Machiavelli başqa bir yerdə də yazırdı. Sən insanlara yaxşılıq edəndə, onlar özlərini sənə borclu hiss edir və borclu olduqları insanı sevmirlər. Kasıba kömək edirsən, o təşəkkür etmir. Əksinə, sənə qarşı daha sərt olur. Niyə? Çünki hər kömək ona sən acizsən deyir. Aciz olmaqsa onun ən böyük qorxusudur. Ona görə köməyi rədd edir, təklifi qəbul etmir. Sən ona güzgü tutursan, o güzgüdə öz acizliyini görmək isə kasıb üçün ölümdən betərdir. Bunu zəiflik sanmayın. Bu, zəifliyin ən ağıllı maskasıdır. Düşünən adam deyir ki, zəif olanlar aqressiv görünməlidirlər ki, heç kim onlara hücum etməyə cəsarət etməsin. Kasıbın pulu yoxdur, ona görə səsini ucaldır, prinsiplərini şişirdir. Şərəfim var deyəndə əslində deyir ki, mənim başqa heç nəyim yoxdur, ona toxunma. Varlı səxavətli ola bilər, çünki itirəcəyi çoxdur. Kasıb sərt olmalıdır, çünki itirəcəyi heç nə yoxdur. Bu, soyuq, qəddar, amma son dərəcə məntiqli strategiyadır. Adler deyirdi ki, aşağılıq kompleksini gizlətmək üçün üstünlük kompleksi yaradırsan və bu üstünlük kompleksi səni getdikcə daha çox təcrid edir. Nəticədə kasıb qürurlu olur, amma tək qalır. Çıxış yolu varmı? Var, amma acıdır. Dikbaşlığı buraxmaq lazımdır. Yox demək yox, niyə yox deyirəm sualını vermək lazımdır. Machiavelli deyərdi, gücünü gizlətmək üçün zəif görün, sonra vur. Adler deyərdi, aşağılıq hissini qəbul et, sonra onu yanacağa çevir. Kasıbın ən böyük gücü ondadır ki, itirəcək heç nəyi yoxdur. Bu, qorxunc bir azadlıqdır. Əgər bu azadlığı inadla deyil, ağılla və risklə istifadə etsə, oyun tamamilə dəyişər. Kasıb dikbaşlıq etmir, o sadəcə qorxusuna sarılır və itirəcək heç nəyi olmayan adamı hər kəs təhlükəli bilir. Çünki o, hər şeyi yandıra bilər. İndi düşünən adam səndən soruşur. Qürurunu neçəyə satarsan? Şərhə yazın. Görək neçə nəfər bu güzgüyə baxmağa cəsarət edəcək.